Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî hedâna lihâzâ ve mâ kunnâ lenehtediye levlâ en hedânallah. Sümmessalâtu vesselamu alâ seyyidina ve nebiyyina ve habîbi kulûbina ve tebîbi nufûsina bil gâsim Muhammed. Ve alâ âlihi't teyyibînet tahirîn el me'sûmînel mükerremîn. Amma ba'd, qâles sâdık aleyhisselâm: İzâ erâde ahadukum ellâ yes'ele rabbehu şey'en illâ a'tâhu فَلْيَيْأَسْ مِنَ النَّاسِ كُلِّهِمْ وَلَا يَكُونُ لَهُ رَجَاءٌ إِلَّا عِنْدَ اللَّهِ فَإِذَا عَلِمَ اللَّهُ عَزَّ وَجَلَّ ذَلِكَ مِنْ قَلْبِهِ لَمْ يَسْأَلِ اللَّهَ شَيْئًا إِلَّا أَعْطَاهُ. Ervah-ı mutahhare eyyime ethar ve şühedâ-i İslam'a salavat buyurun. Bu hadisi okudum Hazreti İmam Sadık aleyhisselamdandır. İmam Sadık buyurur ki, her vaxt ki bir bəndə Allah'tan bir şey istəyir və istəyir ki, onu versin ona. Allah ona verəcəkdir onu. Ama bir dənə şərti var. O şərti də budur ki, insanlardan, başqalarından ümid gözünü yumsun. Yəni, heç kimə ümid olmasın. Əgər istəyir ki, bir istilah müstəcabut dəvə ola, yəni duaları müstəcab ola, nə istədi Allah'dan Allah verə, bu ola bilər. Bir dənə şərti var. Şərti də odur ki, insanlara heç kimə ümid gözü olmuyor. Biz bu hədisi mən dünən rastlaşdım rəhbərin söhbətlərində bir balaca hissəsini gördüm. İndi bizim üçün bəhsinlə çox üst-üstə düşürdü. Ona görə mən seçmişəm, əgər o söhbəti tapa bilsəm, açım sizə. Bu ağa bunu tərcümə eləyir və açıqlayır nə deməkdir. Ondan sonra o mövzu ki varımızdır, onu inşallah ondan nə istifadə edəcəyik, onu ərz edeyim xidmətinizə. Bu hədisi hər kəs açıqlaya bilər, yəni ərəb dilini bilsə, biraz din elmlərindən də xəbər olsa açıqlaya bilər. Amma ən yaxşı açıqlayanı təbiidir ki, o şəxsidir ki, elmi ilə, əməli ilə, həyatı ilə bu hədisi yaşayıbdır. Rəhbər-i şəhid həyatı ilə bu hədisi yaşadı. Və o da buydu ki, nə istəyirdi Allahın itaətində və bəndəliyində və Allahın bəndələrinin himayəsində nə istəyirdi? Demək olar ki, ona əl tapdı. Və həyatı ilə bu hədisi sübut elədi. Ağa buyurur ki, açımını qulaq asın. İnsan vəzi داشته باشد که هر چه از خدای متعال طلب کرد خدا به او بده. Buyurur ki, insan bir vəziyyətdə ola ki, Allah'tan nə istəsə, onu Allah ona verir. Biz də söhbətlərimizdə, dərsimizin əvvəlində dedik ki, bu dərslərdə istəyirik o yerə tutaq ki, nəyi istəsə onu əldə edə bilər. Və dedik ki, insan nəyi istəsə əldə edə bilər. Ola bilər bəzilər, çünki məhdudiyyətlə bizim beyinlərimiz böyümüşük, yaşamışıq. Bu sual gəlir ki, necə yəni, insan hər nə istəsə o düz şey deyil. Bu hədisi özüm tərcümə elədim və amma məndən milyon dəfə yaxşı dedim, ağa həm həyatı ilə yaşayıbdır və həm də ağanın başa salmağı tamam başqa şeydir. Ağa buyurur ki, insanın bir vəziyyətdə ola bilər ki, yaşayır ki, insan Allah'tan nə istəsə Allah onu verir.
duaların hamısı müstəcab olar. Olub da tarixdə bəzi insanlar olublar ki, onlar deyiblər müstəcabut dəvə. Yəni onlar nə dua edildilər, duaları müstəcab olurdu. Deyir insan, belə ola bilər. Hər insan müstəcabut dəvə ola bilər. Nə istəsə Allah versin ona. اگر می‌خواهید به یک چنین موقعیتی، فرصتی، نعمت بزرگی دست پیدا کنید راه داره. Əgər istəyirsiniz belə bir şəraitə, belə bir mövqeyiyyətə, belə bir üstünlüyə əl tapasınız, yolu vardı. راهش این است که فلییأس من الناس كلهم از این Yolu odur ki, həmən hədisin bir hissəsinə işarə edirlər ki, fəlyəyəs minən-nasi kullihim. Tamamilə insanlardan ümidini kəsər. Heç kimə ümid olmuyor. Zikr-i Yunisiyyədə, yadınızdadsa biz qabaq söhbətlərimizdə mən işarə elədim ki, Zikr-i Yunisiyyə bir dənə zikridir ki, demək olar ki, onu oxusa bir nəfər düzgün, nə istəsə əldə edə bilər. Həzrət Yunus həmən zikrlə nəcat tapdı balığın qarnından. Orada neçə dənə şərti vardı. Biri bu idi ki, səbəb oldu ki, bu dua müstəcab olsun. Bu idi ki, Həzrət Yunusin heç kimi orada ümidi yoxdur. İnsan çöldə olsa, problemi olsa, dostuna, qardaşına, əmisinə, nə bilim, atasına, anasına, qonşusuna ümid ola bilər də, ola bilər filankəs kömək eləsin, belə olsun, elə olsun, amma balığın qarnında, dənizin içində, gecə, orada da heç kimə ümid yoxdur, ancaq Allah idi. Həzrət Yunus buyurdu ki, ərz elədi ki, La ilahə illa ənt, səndən sonra başqası yoxdur. Subhanək, inni kuntu minəz zalimin. Bu üç dənə sözlə Allah ona nəcat verdi. Orada dedik ki, o şərt-i isticabəti duasının biri oydu ki, kullən və tamamən başkalarından ümidini kesmişti. دبیر چیزهایی که انسان چیزی رو دوست دارد اما اون برای انسان نافع نیست، مضر است. گاهی انسان این رو میخواد از خدای. Bir tane buyruğu mesele var burada. Ola bilər bəzi vaxt biz bir şeyler isteyirik Allah'tan ama bu bizim xeyrimizə deyil. Ayet de var da Əsayin yəkuna o şey için siz isteyirsiniz, ola bilər ki, sizin fikirləsiz xeyrinizədir və huva şərrun lakum. Amma sizin ziyanınızadır, bilmirsiniz. Dirənibsiniz ki, ver. Və yaxud əksinə. Ağa buyurur ki, əgər belə olmasa, belə bir şərait olmasa, belə bir məsələ olmasa, ki, Allah ona görə verməsə, ondan sonra nə istəsin Allah verəcəkdir. خدای متعالم نمیده. عدم استجابت حاجت و استجابت دعا به خاطر اینه گاهی اوقات. و الا اگر این نباشد هر چه از خدای متعال بخواهید خدا به شما خواهد داد. Və Allah deyər, əgər bu olmasa, bu məsələ olmasa ki, nəsə orada bir problem var, Allah ona görə verməyib, hər ki az Xudayı Müteal bixahid bi şuma midə. Nə istəsiniz Allahdan, Allah sizə verəcəkdir. Deməli, bu bizim mutuni dinimizdə vardı, həm Qur'anda vardı, qabaqca misalların nümunələrini demişəm, həmin rivayətlərdə vardı, əhadis-i qudsidə var ki, nə istəsin, mən sənə verəcəyəm. Qur'anda buyurur ki, Ud'uni əstəciblik, istəyin verin. Amma indi biz niyə istəyirik də biz də, amma verməyik. Biz belə başa düşürük də. Yəqinən burada bir məsələ var da, indi səbəbi var ki, ya indi biz düzgün istəyə bilməyik, ya hansısa bir səbəbə görə, bəzi yerlərdə çox az yerlərdə də məsləhət deyil və verilmir. Amma 99% başqa problemlər vardır, başqa məsələlər var ki, bizə verilmir. Şərtiş اینه فلییأس من الناس كلهم. Şərti budur ki, tamamilə insanlardan məyus olasınız və ümidiniz olmuyor, fəqət ancaq Allaha ümidiniz ola. Onu biraz olmasa o tərəfə elə Biz bu dərslərdə bugün 3-cü cələsəmizdir. 1-ci cələsədə biz müvəffəqiyyət nə deməkdir, onun haqqında danışdıq və dedik ki, müvəffəqiyyət ən azından 5 sahədə olmalıdır, ta bir adama deyirlər müvəffəqdir. Əgər onların birində müvəffəq ola, ikisində ola və o birisilərdə olmuyor, o adama müvəffəq deyə bilməzlər. O sahələr nə idilər? Əxlaq və mənəviyyət idi, sağlamlıq idi, mal və sirvət idi.
elm idi, mal və servət idi, bir də münasibətlər, əlaqələr. İnsan həyat yoldaşı ilə, uşaqları ilə, dostları ilə, dindarlarla, qeyri-dindarlarla, əməkdaşları ilə münasibətləri gərək yaxşı olar. Əgər yaxşı olsa, mal-dövlət sahəsində dedik, müəyyən miqdarda lazım qədəri həyatında o ehtiyacların rahat ödəyə bilsə, istədiyi işlər görə bilsə, istədiyi ehsanları eləyə bilsə, elmi sahədə də onun tayı o qədər ki, onun həyatına, dininə, dünyasına lazımdır, o hansısa bir sahədə elmi olsun, ola və o birisi də onu, o 5 dənə sahədə dedik ki, gərək insan müvəffəq ola, ta ona deyirlər, bu müvəffəq insandır. O birinci dərs cələsəmiz onu dedik və dedik ki, 2 nəfərdən deyəsən dedik ki, intervyu götürün və onlardan soruşun ki, siz 3 dənə sual soruşun. O sualları keçən dəfə bəzi qardaşlar deyəsən hazırlamışlar, bəzi də hazırlamamışlar. Dedik, bu cələsədə hazırlayaq. Kimsə hazırlayıb onları, eləyib o işi. İndi ola bilər hansısa, bütün sahələrdə olmasın, amma hansısa sahədə biri, məsələn... Əli, buyur. Mən müvəffəq adam deyiləm ki. Yox. Nəysə, hələ də görə nə deyirsən? Amma sizin özünüzə suallar verin, siz özünüz dediniz ki, elə həmin yol seçərdim, sadəcə daha çox dərslərimə yox, bizim 3 dənə sualımız vardı orada. Suallar nə idi? Sualların biri, Ərdin cavab verdi, sualın biri o idi ki, sağlamlıq yaxşına qayıtsanız, hansı səhvlər etməlidir? Əli onu deyir ki, yəni sizdən sonrası siz deyirsiniz ki, daha çox diqqətlərdim dərslərə də. Biri o idi ki, necə müvəffəq olmuşsunuz? Yəni, nədən istifadə edibsiniz? Hansı yollara gedibsiniz? Hansı yollara gedibsiniz? Üçüncü, oxuyatınla çıxdınız. O bir sual nə idi? Yox, şimdi deyəcəm. Müvəffəq olmuşsunuz. De. Səhv inamlar. Hansı səhv inamlar sənin qarşında olubdur ki, o səhv inamlar sənin müvəffəqiyyətdən qabağı alıbdır, geridə qoyubdur belə. Başqa heç kim soruşa bilməyibdir heç kimdən? Rastma bir şey çıxmışdır yəni. Aha. Və yaxud da bizim məsələyə fəaliyyət var yoxsa yox. Müvəffəq insan, insanın öz şuuraltısından başlayır. Müvəffəqiyyət. İnsan özü eləyə biləcəyinə inansa, digər qüvvələr onu o işdən saxlaya bilməz. Bildiklərinə inansa. Həm dildə, həm də ki, şuuraltısında ona əməl edilməlidir ki, yəni bunu inam bazarlar. İnam olması təbiidir. Sənin özün dediyi odur ki, əgər bizim sərvətimiz ola, imkanımız ola, amma xəbərimiz olmaya, gücümüz ola, amma inanmayaq. Özümüz özümüzün gücümüzə inanmasaq, təbii ki, ondan istifadə edə bilməyəcəyik. Başqa? Keçən cələsədə də hədəf, mövzumuz hədəfidir. Hədəf qoymaq, məqsəd seçmək özümüz üçündür. Və onda dedik ki, neçə dənə mərhələsi vardı, neçə dənə şərti var? 7 dənə şərt var. Buyur. Üsullara əməl etmək, dəqiqlik yazmaq, yazılanları gecikdirmədən onlara əməl etməyə başlamaq. Vaxt təyin etmək, proqramlaşdırmaq. Hansı üstündə onları yuxarıya qoymalıyıq? Birinciyə keçmək. Yadımıza planlaşdırdıqlarımızın içində əgər yadımızdan nəyəsə düşərsə, təzədən onları əlavə etmək. Hədəf dəqiq olmalı, yəni bilməlisən. Dəqiq, aydın olmalı. Aydın olmalı. Aydın olmasa biz hədəfə dəqiq çata bilmərik. İndi bir dənə bu üçün praktik varımızda, o verdirəni ona görə gətirmişik.
O verdiyinə zəhmət çəkin qoyun oraya, kartuşkaları gətirin bura. Hə, qoy ora. Kartuşkaları gətir, ora, apar oraya. Kartuşka indi bizim top yoxumuzdur da məcbur oldu kartuşka gətirək. Bir nəfər kim istəyir onu yoxlasın da bu praktiki. Atasdan onun içine. Orada dayan. Ayak üstü otur. Ne terrahsın. Atasının. Bir de Şerif boyuna salanlardan kimde vardı? Seyit'te var orada. Şarif. Seyit'te var. Baba Seyit'te. Ola getirme kabağa. Ev yok, o kalsın, o kalsın, o kalsın. Ha. Bir de dikkat edeyim, at. Hadi onun içine. Yolla. Yukarı inan. Ver anara. Mustafa almayacak aslında. O da biraz getir yaxına. Getir yaxına. Getir, getir. Aha. Verme abi. Burada Kârbəla sabit diyecekti, uzak değil öyle o yerine vedalet. Bir dəfə də yoxunda olanda ver həyata. Aha. Yaxınıdırlar. İndi ananın gözlərini bağlayın bir şeylə. Oranı görməliyəm də, bəsinə görürüm. İndi bir dəfə bax, amma bağlasın. Yoxdur bir şey. Hə. Elə gözümü də yola bilərəm. Ver kartoşkalar bir de. Biri qalır yəni. Qalır bir. Tut görüm bunu, salayım. Satarım da inşallah. Hə. Bugün ağrım. Gəl bura. Hə, gözləri üzüm. Oyun atdıqca verdirə aparırsan o tərəfə, gətirsən hədəf atanda bir aparırsan o tərəfə, o gətirsən bu tərəfə. Verdirəni, hə. Yəni şeylər Yerin dəyişdi. Yox, yox. Yerin dəyişdi. Hayır, yox. Heç nə iş başda. Atı. Dəyişdi. At. Yaxşı, sağ ol. Kardeşler yaptı oraya ki. Yumuşaldı karşılar. Acaba bu məqsəd nədir? Bundan kim deyə bilər məqsədimiz nə idi? Bir yerə gözümüz açıq olanda köşlənirik, atırıq. Gözümüz bağlı olanda hədəfi ikirik. Hədəf itəndə hərəsi bir yana çəkir. Hədəfdən yayınırıq. Hədəfdən yayındığımız sözdə bu qədər qeyri-uğurlu insan. Çox gözəldir. Başqa? Birinci biz kimsə bir söz deyir. Buyur. Acaba mən deyərəm ki, yəni gözün yumulu da olsa